Atakişiyev Ramiz Rafiqoğlu 1996-cı il martın 4-də Siyəzən şəhərində anadan olub. O doğma Siyəzəndən könüllü olaraq hərbi xidmətə yazılıb və ilk olaraq Ağcabədi rayonuna göndərilib. Burada bir neçə günlük təlim keçdikdən sonra oktyabr ayında Füzuli istiqamətində döyüşə yollanıb. Bu müddətdə ailəsi ilə əlaqə saxlayaraq hər şeyin qaydasında olduğunu bildirib. Şuşa yolunda aparılan döyüşlər zamanı Ramiz Atakişiyev düşmən tərəfindən yerləşdirilmiş minaya tuş gəlib və sağ ayağının tamamilə qopması nəticəsində baş verən güclü qanaxma səbəbilə qəhrəmancasına şəhid olub. Azərbaycan prezidentinin sərəncamlarına əsasən Ramiz Atakişiyev ölümündən sonra Qubadlının azad olmasına görə, Füzulinin azad olmasına görə, Şuşanın azad olmasına görə, igidliyə görə və vətən uğrunda medalları ilə təltif edilib.